Növbəti səfərimiz, ziyarətimiz Bibi Heybət məscididir. Gəlmişik. Burada 7-ci İmam Musa Kazım Əleyhisselamın bacısı Həkimə xanımı ziyarət eləməyə. Allah ziyarətimizi qəbul eləsin inşallah. Mən burada olmuşam uzun illər öncədən. İnşallah nəsib oldu bir də gəlmək Bibi Heybət məscidinə. İmam Rıza Əleyhisselam, 8-ci imamımız İmam Rıza Əleyhisselamın bacılarından üçünün məzarları Azərbaycandadır. Çünki Azərbaycan Əhl-i Beyt diyarıdır. İnşallah bir Bibi Heybət məscidində Həkimə xanımın qəbridir. Nardaranda xanım Rəhimə xanımın qəbridir. Bilgəhdə də Leyla xanımın qəbridir. Bir də İranda Qum şəhərində xanım Məsumənin ziyarətgahıdır. Allah qəbul eləsin inşallah bizim ziyarətlərimizi. İnşallah növbəti ziyarətlərimizdə də sizlər üçün çəkib göstərəcəyəm. Kollektiv şəklində gəlmişik. Tələbələrimlə gəlmişəm. Quran tələbələridir. Allah oxunan Quranları, edilən duaları qəbul eləsin. Amin deyirəm. İnşallah çəkilişimiz davam edəcək.